Bu yaxınlarda Sabirabadda idi, səhv eləmirəmsə, Nuraynə qətlə yetirildi. Bəli. Onun qeyri-rəsmi həyat yoldaşı qətldə şübhəli bilinir. Erkən nigahların qarşısını biz hələ də ala bilməmişik. Neyniyək ki, erkən nigahlar olmasın? Bunun üçün birinci növbədə uşağı məktəbə bağlamalısan. Məktəb mühitinə bağlı olan adamın müəllim istiqamətləndirir ki, həyatda fərqli alternativlər var. Bu qız uşağını siz təsəvvür edin, təhsili yox, dünya görüşü məhdud. Bunun həyatda hansı alternativləri var? Bir çox hallarda bu ailə qurmağın özündə də məqsəd yönlü bir həyat tərzi seçilir. Bu həyat tərzi seçilmə də nədir? Ailə qurmaq hansısa bir həyata keçid mərhələsi. Növbəti mərhələyə qurum, bir il ailə qurdum, sonra rahat aralanandan sonra mən artıq sərbəst insanam, istədiyim kimi yaşaya bilərəm. Bu motivasiyada son illərdə statistikaya baxanda yayılır, boşanmaların müəyyən xarakteristikası ilə tanış olanda görürsən, bu istəklər də yayılır. Bir çox hallarda ailənin dağılmasının əsas səbəbi qadınlar özləri çevirirlər, məqsəd yönlü şəkildə buna gedirlər və rahatlıqla ailənin qorunması üçün fədakarlıq eləməyə də çox vaxt can atmırlar. Çünki qadınlar yorulub. Bir tərəfli hərəkətə. Bunun da bəlkə təsiri var. Amma bütövlükdə mən nəyə götürmək istəyirəm? Biz ümumiyyətlə ailə institutunu daha ciddi şəkildə nəzarətə alıb, onun qayğılarını öyrənib, onun gələcəkdə böyüyə biləcək problemlərini yüngülləşdirici addımlar atmalıyıq. Burada birinci sosial xarakterli addımlardır. İşsizliyin kökünü kəsmək üçün ümumiyyətlə bütün addımlar. Bax, Nuraynə kənddə yaşayır. Bəli, kənddə də. Nə olmalıdır? İşsizlik belədir. İşsizlik kənddə də, böyük kənddə də işsizlik məsələsi problem olduğuna görə çox adam köçüb Bakıya gəlir. Və bu da narahatçılıq yaradan amil odur ki, bu kənd mühitində daha çox özünü realizə eləmə imkanına sahibdir. Şəhərdə hazırlıqsız bir insan, gecəqondu insanı kimi şəhərdə özünü realizə eləyə bilmir. Daha çox şəhərdə elə bir ki, kəndin hansısa daha məzlum bir formada yaşayışını davam etdirir. Və budur əsas problemlərdən biri. İndi məsələn təkcə orada baş vermir. Burada gecəqondularda, kirayələrdə yaşayan insanlar arasında olan münasibətlər də bütün əsəb münasibətləridir, gərginlik münasibətdir. Kiminsə evinin kupçası yox, kiminsə evinin deyək ki, hansısa bir sənədini alma problemi var, kiminsə evinə işıq çəkdirənmir, qaz çəkdirənmir. Yəni bunlar hamısı sosial gərginlikdə insanı saxlayan məsələlərdir. Bundan birinci qurtarmaq lazımdır insanı. Çünki insana birinci o şansı verirsən ki, sonra ondan nəyisə tələb eləyəsən. Narkomaniyanın da qurbanı çox vaxt bu kateqoriya insanlar olur. Məsələn, oğlanların böyük əksəriyyətini məsələn kənddə harda tapırsan, çayxanada. İnsan özünü təkcə axı işdən ibarət bir məxluq kimi, varlıq kimi görmür. İnsan həm də özünü sosial bir yaşamda görən və orada realizə eləmək istəyən, futbol oynamaq istəyən. İndi siz təsəvvür edin, bir kənddə bir qadın hansısa bir idman paltarı geyib qaça bilərmi? İdmanla məşğul ola bilərmi? Yox. O infrastrukturda biraz cəmiyyətin mental xüsusiyyətləri var ki, yaxşı baxmırlar. Kimsə bir hansısa bir formada sadə bir idman eləmək onun bir reputasiyasına, onun görəcəklər. Erkən nigahların qarşısını almaq biraz da sosial mühitin böyüdülməsidir. Tamamilə bu əsas rolu odur. Baxın, mən ötən dəfə Milli Məclisdə bir məsələ qaldırdım. Belə ötən Milli Məclisdə dilənçiliklə bağlı. Məsələn, bu dilənçilik nədir? Dilənçilik şəbəkədir. Bunun arxasında duran qüvvələr az yaşlı uşaqları istismar edirlər, onun pulunu mənimsəyirlər. Onlar imkansızlıqdan çox adam dilənmir ki. Və belə bir vəziyyətdə mən təşrif elədim ki, harda dilənçi uşaq görürsünüzsə, dövlət internat məktəbləri yaratsın, valideyndən alsın. Bu uşaqlar dövlətə lazım olacaq. Bu sabahları bir var parazit həyatı ilə dövlətə ziyan vursun. Bir də var ki, məktəbdə yetişən valideynin naşükür valideynin, övlada sahib çıxmayan valideynin, onu dilənməyə məcbur edən valideynin əlindən alırsan və o uşaq dövlət üçün faydalı bir uşaq kimi yetişməyə bir namizəd olur. Fazil müəllim, bu ailənin quruluşudur. Mən onları çəkmişəm, onlar haqqında film çəkmişəm. Ailənin quruluşudur. Uşaq balaca, yəni doğulan kimi o bilir ki, bu yol getməlidir, gedib dilənməlidir. Bəli, ailənin quruluşu. Demək, o ailə bu uşağa ehtiyacı yoxdur. Ənənə olsa da dövlət bu ənənə və bizdə başqa nədir? Dövlət dində də belədir. Kimsə özünü döyür, kimsə özünə xəsarət yetirir. Buraxsan kimsə orada hansısa bir şəkildə az yaşlını nicaha salacaq. Dövlət bunun qarşısını almaq üçün
müxtəlif vasitələri var, mexanizm var, qanunvericiliyi var. Dövlət bunun qarşısını ona görə alır ki, sabah burada nəzarətsiz buraxdığın uşaq həbsxanada sayı çoxaldacaq bir məxluqdur. Qız uşağının oxumasını əngəlləyən bütün vasitələr, hətta valideyni həbs etməyə qədər gəlib çıxsa belə, qız uşağının oxumağına mane olan bütün vasitələri dövlət ortadan qaldırmalıdır. Bu vacibdir. Çünki birinci savadlı ana problemi ölkənin ən vacib problemidir. Ana hazırlıqlı olanda, ana savadlı olanda onun dünyaya gətirdiyi qız da, oğlan da yetişkin bir uşaq olur. Bu insan doğru tərbiyə olunsa, baxar ki, sənin cəmiyyət kompromisdən ibarətdir. Dialoq mədəniyyəti lazımdır. Bizdə monoloq var, ailədə də monoloq var, cəmiyyətdə də monoloq var. Hamı danışdığından sonra müəllim də hətta orta məktəbdə siz diqqət eləmisinizsə, bir savadsız müəllimin əsas metodu nədir? Girən kimi çubuq əlində uşaqların üstünə qışqırmaq, döymək, söymək, hesslənmək, əsas nədir? Sual verməsinlər. Bir dənə sual versələr cavab verəməyəcək. Bu metoddur, bu xüsusi düşünülmüş metod. Amma alicənab, savadlı, bilgili müəllim, bilgili müdir, bilgili idarəçi heç vaxt müavinini söyməz, heç vaxt tələbəsini söyməz, şagirdi söyməz. Əksinə girər, rahatlıqla sual gözləyər. O suala verəcək cavabı var. Çünki səviyyəcə özünü yetkin sayan, səviyyəcə özünü hazırlıqlı sayan, nə isə bilməyə bilərsən ayıb deyil. Hamının hər şeyi bilmək deyə bir lüksu, yaxud da tələbi, yaxud da qabiliyyəti ola bilməz ki. Amma bütövlükdə, yəni kompromis mədəniyyəti cəmiyyətdə, dialoq mədəniyyəti formalaşmadığına görə ailədə də belədir, ata-ananın üstünə çığırır. Siz fikir verirsinizsə, hamı ata-ana bəzən uşaqla davranışına bir baxın, o sərtliyi, o üslubu mədəni cəmiyyətlərdə siz görmürsünüz. Məsələn, mən Türkiyə cəmiyyətində başqa yerlərdə yazmışam, hətta qışqıranda belə əfəndim, anne, falan bunu işlədir, yəni yumşaldır, kompromisə gətirir. Məişət mədəniyyəti. Məişət mədəniyyətində də yumşaldır.